Ha, bir sənə abraba var, sonrası. Maskallar dillə, nə dillə, onlar girir sonra. Səni öldürməmiş o əl çəkən deyil. Razıyam sizdən. Rahatlaşan deyil ana. Qurana and olsun. 6 aydır xala dedik, bomboş. 6 aydır. 6 aydır mən hər şeyinə həsrət. İnanın Allah'a, mən o ağlayır, mən ağlayıram. O ağlayır, mən ağlayıram. Mən qorlarım, yumruğum. Hayır ya. Niye canla kastelirsən bala? Yaşa da Allah canlarını sağ eləsin. Narkotik hocam. Neçə vaxt çıxmısan reabilitasiyaya? Tezizə gələndə kayfı var idi. Deyirdim ki, təmiz bədən vur, adın nə vururdun? Allah bilir. Deyirdim ki, hə, bəs budur. Amma Kişiyə oxşuyursan, bədənin kişi bədəninə dönüb. onu da dünən yoxsa özüm vurdum. Gəldi düşdü dünya. Bunları patikoja vururdum bir ara. Mən kimə lazımam ayım? Mən İraq olsun, mal satmıram, bir şey eləmirəm. 25 dənə, 3 dənə dəmir dümür tuturam. Bugünkü gündə Quran and olsun mən. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Hara getdi? Yalan gelsin. Ha? Ha, dedi ki maltı yoktu burada. Uşaqları tutup aparırlar. Ha, hiç kim mal satmıyorlar. Gitti mal alsın, bir daha sen gele ona, koy gelsin. Haydi bunu biz aparırıq, bax sən adam. Aparırıq, başlayacaq orada, gah gedirəm, gah dişim ağrır. Bildin içiyem, ölür düzgündədir. Heç nə demişsin, Allah'a and. Bezdirir yenə. Ha, 92 mal borcum var. Gel yığaram, pul getir veririm. Hindi de 10 mal borç elədim. Verdim ona, gittim mal alsın. Ha, neyleyim, Haradan gəlsən indi? hala indi çıktı. Bu saat çıktı günler. Ben sen gele koy kaysın. Geleyim de eve. Gedək. Gece İncidirəz. ha, polis değil benden. Sənə görə gəldi ya, Allah Bilirəm. sənə görə. Allah'a and olsun Yazıqsan, bilirəm. baxıram. Ağlayırdı, sen ağlayırdı, yalvarırdı sana ki gel apar mən. Gəl. O ağlayır, mən Gəlir girir ağlamışam. mərkəzə, dönür Əzrailə. Özün nə tərsən? Özüm belə də pis. Pis yaşayıram, pis Gəlmişdi vəziyyət. bağlı, Əvvəl yaxşıydı. Sonra gene başladı, qoşuldu ona mına, xarab oldu ki. Neyini sana qurban olun. Gene köməkli gedir, apar, özü gedir. Özü yalvar, gel qapı. Yanında. Bir gel Parkın qayıt yanındayım. Hə, yaxşı gözləyirik, gəl. Gedək biz evə onda. Gələk də gedək evə də. Ne gün gördüm, sizden gördüm. Gene kabak gibi. Allah'a and olsun. Ne kadar. Beden dönüp biri sen ne günah. Bak sol tanımaz. Pis günə düşüb ha yenə. Evet, bak onun bedeni, eller şuna. Buradan dönürük, ha? Eller ne günde. Buradan mən. Ha sana. Can ay nənə, can. Beni öldürdüler. Gede doktor be. Oğurluq zad edir evdən, nəsə satır. Yok, oğurluq eləmək, yalan. Qapılardan gətirin narkotika. Mən verirəm ona. Elə sən hardan, hər gün 20, 30 hardan gətirsən? Borc eləyirəm, verirəm, alıram pensiyanı, verirəm ona. Ben yatmışam da siyahıya. Nəcəm qapınız adı satmır. Təzə qapı Yox, qoydum, bax. Uşaqları ki tutublar məhəllədən. Ha, yaxşı. İndi heç kim mal satmır. Bütün paltarıdır, ədyalıdır, şeydir. Gəlin də evə. Ha? Evdə gəlib çəkir Nəyi? malı. Ha, evdə gəlir vurur. İyi gəlir, öyle kakos iyi gəlir. Hə. Limon duzu kakosu gəlir. Biraz simenti var idi. Xəbər gəldi ki, insanlar basıb buraları. Apardı, tolladı. İnstrument nə? Şpiritsiz adı. Hamısını tolladı. Şpiritsizdən. Hamını, hamını. Ne vardı, tolladı. İyi birdən yoxlayarlar, üstündən atributları çıxar. Evdə şey saxlamaz. Milislər tutur ha yenə. Ha, bir sənə abraba var, çorabda. Quraman bir sənə qədər adam aparıblar. Elə bu maskallar dillə, nə dillə, onlar girir çorabda. Bəli, Pis gündədir ki. Təmizlik işləri gedir.
Sən nə edir? Niyə bezdirir? Nə qarır? Yenə nə hoqqa verir ay ana? Ver git pul tap getir vurun. Yoktu sındıracağım, o gün şişəni sındırır. Koluma taxtanı vurur. Ha, ve anar müəllimə də şikayət elədi. Ve bir belə borc eləmişəm, Allah pensiyonu verəcəyəm. Yazıram da cəmaata adını ki, insandır. Belki düşdün, öldün. Bax, deyim sənə də 25 manat bir, 10 manat bir, 20 manat bir, 15 manat bir, 22 manat bir, 92 manat. İcazə verirsən. Zaman. Ve al pensiyonu bu borc. Qıza görə almısan? Hər. Neyini? İndi də 10 manat tapdım, verdim ona geçsin alsın. Neyini? Ya oğurluğu yoxdur, ay öylən şey yaparmağı da yoxdur. O gördü ki... Dəliyə dönüb yenə, hə? Ha, bir de zibillikler demir, tümür, zibil yıkır, aparır satır. O da olanda, olmayanda yok. Neyim sana? Ne gelir elimden? Benim günüm bugündür, başıma dön. Gül kimi düzəlmişdi. O gün mənə yığır deyir ki, qardaşımla şeydir, bala hansı qardaşıdır? Deyir, qardaşım məni deyir, yoldan çıxartdı. Kamuran delirsə, dənizə gedən, o da oturub. O da ağlayır ki, apar mənim ailəsiyə. Bunlar da sakit olar, deyəsən, Əzraildir. Bunun sağaldana kimi 10 nəfər adam Yox, da gedirsin. resursunu aparır, yəni bütün enerjini aparır. Sakit, normal adam olar, sağalmaq istəyən. Dilin boya Bu qardaş. ağlayır, Oyun öldürür. çıxardır, gah qaçır, gah nə bilim, Yox, deyir, gəlmərəm, qalacaqam deyir. Simen, orada uşaqları Anar müəllimə əsəbləşdirir. işləyəcəyəm. Sənin neçə yaşın var ana? Mənim 71. Sən kimdən qalırsan evdə? Günləri ilə. O da ki imkan vermir yatasan rahat. Səhərə çalır. Gündə 25 manatlıq, 30 manatlıq mal. Diləndirir yenə? Yox, yolçuluğa getməyirəm. Getmirsən yolçuluğa? Yox, sənin sözündən getməyirəm. Hələ pensiyanı alıb verirəm. Yalan danışa bilmərəm. Getməyirəm. Mənə çıxıb durum yalandan danışım. Borc eləyirəm, verirəm. Ayın 10'u, 12'si pensiyanı alıram, borcumu veririm. Götürüyorum. Burada deyəsən, telefon. Burada tutmuyor. Evdə tutmuyor. Ana adın nədir? Adım Səhərnav. Nə? Səhərnav. Səhərnav. Hə. Səhərnav ana yanına, bunun bir qızı var. Artıq biz bu qapıya neçənci dəfədir gəlirik də. Həm bizi bezdirib, həm Allah ailəsini kömək. bezdirib, həm ətrafındakiləri bezdirib. Bunun nədir, narkomandır, narkotikə görə. 2 dəfə bizim reabilitasiyada, Sağlam Addım Reabilitasiya Mərkəzində gəldi, müalicə aldı, yalvardıq, yaxardıq, apardıq, düzəldi, yenə də gəldi. Özü cəhənnəməyə belə pis çıxmasın. Anasını bezdirir, anası yalvarır, gəl anar müəllimə ki, gəl. Baba yenə gəlmişik. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Mən Anar müəllimdən də Səni öldürməmiş o əl çəkən deyil. razıyam sizdən. Rahatlaşan vallahi. deyil ana. Qurana and olsun, sizdən razıyam. Biz heç indi biz Nə istəyirik gəlir sən. əlimdən, neynim ay sənə qurban olum. Nə deyim ay başıma tövbə. Vallahi deyirəm indi baxan bizə izləyicilər deyəcək ki, bunun başını buraxın. Bundan adam olmayıb, olmayacaq, düzələn deyil. Biz bilirik, sadəcə olaraq istəyirik ki, bu yaşlı arvad, yaşlı Allah anamız köməyiniz olsun. bir 6 ayda olsa, 3 ayda olsa, 5 ayda olsa bir rahat nəfəs alsın. Allah köməyiniz 5-10 gün ömrü qalıb bu Hər arvadın. sənə qurban olar. İzləyirsən başıma dönüm. Nə oldu gəlir? Deyir, gəlirəm taksidə. Hə. Nə oldu aldı? Deyir, almışam, gəlirəm taksidə. Nə bilim ay Allah. Allah sizə kömək olsun. Cəhənnəm yaşadırdan sənə bu evin içində 4 divanı. Belə də bir narkoman bütün valideyni, ananı, atanı, hamıya cəhənnəm yaşadır. Nə öldürə bilirsən, nə tutdura bilirsən, qalmısan da. Qorxuram atam. Gedərlər çəkər, gələr vurar, öldürərlər. O qədər belə hadisələr olur. Olur. Deyir, təzə Oğul ananı öldürür, qız ananı öldürür. dünən biri anasını yandırıb. Gəlir. Bu soğuk elə şeydir, ver pulu ver, tutarsan. Neynəməli? Sən yazın. Nə alıram? 390 manat pensiya alıram. 75 manat su pulu verirəm ayda.
Yığılıb 2360 manat sopumu yığılıb. Hər ay pensiyamdan 175 manat ora verirəm, 100 manat faizə verirəm. Qalan deyir, belə şey. Xaladenliyində heç olmaz. Heç nə. 6 aydır xaladenlik bomboşdur. 6 aydır. 6 aydır mən hər şeyinə həsrətəm, yoxlatam, heç nə yox. Nə yeyirsən, nə içirsən, heç nə də yox. Can. Dözürəm. Böyle eləyir ha yenə. Bir dəfə atıb taxtanı da əlimin üstünə. Bir də şüşələri qırıb, onda da anar müəllimə zəng elədi. Mən də ağladım, anar müəllim qurban olub, çatdır özünü, gəl apar onu. Dedi, gələcəyəm. İstifadəçilər tuturlar, yoxsa əsas satanları vuralar? Satanlar tuturlar. Bunlar bədbəxtdırlar da, xəstəsi. Vüqarcinin qapısının ağzındayım deyib, bir dənə beşliyi versin. Var beşliyim. Məndə kartda deyə atım da kartına. Taksiyerdən kartına atım. Ya mən gəlim, orada vurum onun kartına da. Nə mən qulaq astım, nə Nailə, niyə belə elədin? Bax, biz sən nə demək istəyirəm ki, sən hara gedirik, hamı səni soruşur. Canlı açırıq gülü, mamavı soruşurlar. İndi mənim səninlə maraqlıdır, bax. Hal-hazırda istifadədəsən də. Bəli, istifadədəyəm. Bax, istifadədə olan adam başlayır cürbəcür günahlandırmağa, bəhanələr. Bəli, bahanələrim var, başlıyor. Sən bax, anam buradadır. Səsimi belə yüksəldib səninlə danışmışam. Bax, danışdım dişin danışdım 800 manata. Allah köməyim. Həkimlə danışdım. 200 manat həkimin kartına pul atdım ki, dişlərini düzəltsin. Bax, indi getsən, Nə gündə? getdin, bax, indi gedirik. Qaçmayassan. Yox. Dirəməyəsən, gedirəm, buraxın məni. Yox, mən qaçmağım yox, mən... Qruplarda iştirak edəsən, 5-10. Qruplarda necə mən yazı yaza bilmirəm. Eyb yox, yavaş-yavaş öyrən. Yox, qruplara qalxaram, yox, yazı mənlik dördəm, o həmişə demişəm, mən nə yaza bilmirəm. Əllər. Qalxaram, qruplara oturaram, mən şeylə onu deməmişəm. Hələ şiş. Bekar qalırsan, Ne olub ki bura? İğnə vurur. Bilmədim, mən vura bilmirəm. şu pat dərinin altına. Vurdum, yox, dəri yox, burada Sümüyə. şişli. İçindən irim verir, bu verir. Qolları nə gündə yumruyum. Soyuna bilir. Ne güne düşmüşsən? Para. Ne Bir damcı. gül kimi qəşəng. İnanın Allah, mən o ağlayır, mən ağlayıram. O ağlayır, mən ağlayıram. Nə qolları, yumru. Hayır ya. Onu duzlu suyla kompres edirsən. Yumru. Qol var. Tönə gündə, ağlayır, dözə bilmir. Sənin. Düşə bilmirəm. Vururam, partladı, düşə bilmirəm. Şu hamısı bu da yerim verir. Düşəməm, yer yeməm. Birinə bax, içi dolu yerindi. Bu da həmçinə var. Düşəməm, qan verin. Hamısı vururam, qaydır, dalan. Heç nə yox. Hamısı şişir. Elədiyimə də pişmanam. Quran hamd olsun pişmanam. Buna bax. Gül kimi düzəlmişdim. Əla. Buna eləyirəm, şişdi. Bax, irindi bunlar. O düzələcək, bax bunların hamısı düzəldəcəkdir. Hamını, anardan Hamısı olasan çiçək kimi. Bir Bunun dənə üçün düzəlməli. qaçmasın, Düzələndən sonra Əzrailə dönmədə. Nə lazımdır, qolların şişdi bala. Hamısı irinçik. Niyə canıma qəsd edirsən bala? Yaşa da Allah canlarını sağ eləsin, köməklik elədi. Allah o Firuzənin balasını da min eləsin. Hər kimdə Allah onu 100 milyon faiz can sağlığını arzu edir. Sən daha zibilliklərdə iş elənən adamsan. Sən məndən, reabilitasiyonla kəlli yapışmazsan. Düşmüşük, qaçıram sənin dalınca, düşmüşəm sənin dalınca. Neçə gün mən səni yığdım, hardasan, nə qədər şey gəlmədi. Bu neçənci dəfədir gəldik sənin qapıva? Üçüncü dəfədir. Niyə gəlirik? Üçüncü Heç bilirsiniz fərqindəsən, yəni nə üçün gəlirik biz bura? Yəni sənin kimi bu cür xəstələr çoxdur. Onlar da yalvarır, onlar da istəyir. Düz demirəm? Gəlirik bu anar qardaşdan. Gəlirik bu qoca arvada görə, yaşlı arvada. Allah köməyin olsun. 5-10 il ömrü qalıb. Allah can Qoy sağ rahat versin sən. dünyadan köçsün, öz əzəli ilə. Öldürmədi onu. qaldı, rahat idin hə?
Nətər idi? Yaxşı. Əla, çox gözəl. Bax götürdüm 3-cü Yedim. ayından bazarlığa kimi elədim, gəldim. Düzdür, 2 dəfə Allah canı sağ elə, mənə də pul atmısan, kömək eləmişsən. Vallahi razıyam Qoşun bizə sizdən. də, biz səni irəli aparırıq, dalab zibilli aparıram mən səni. Mən sən qabağa deyirəm ki, cəmiyyətin normal insanlara qayna qarışdır. O vallahi sizdən sonra giyin dayı. Giyin, gedin. Qaçırsan bizdən getsən, qoşulsan narkomanlara, həyatın dağdan adamlara. Tüm bədən ağır. Gecələr yata bilmir, ağrıyır səhərəcən. İlla ki mal olmayanda vap öldü, az qalır ki evi eşiği otlasın, Allaha and olsun. O günə ölürdü sizə zəng eləyən gün. Sən çəkməyəcəyəm, mesəstiradır o. Narkotik qocaq. Neçə vaxt çıxmısan reabilitasiyadan? Çıxan gün elə bir ki, 5 Neçə aydır indi? 3 aydır da gəlmişəm. 3 aydır gör nə gün. 3 ay, 2 aydır da eləyirəm. 2 ay yarımdır, elə bir ki, yarım ay Kayfı var. Ha? Təzizə gələndə kayfı var idi. Deyirdim ki, təmiz bədən vur, adın nə vururdum. Deyirdim ki, hə, bəs budur. Amma istər-istəməz bunun üçün görürəm ki, çox əziyyət çəkirəm. Sestra da bu, tibb bacısıdır. Hə. Qoltuqlar altı belə. Baxın qoltuq. Bura rahat düşür. Abla düşürmür. Kişiyə oxşuyursan, bədənin kişi bədəninə dönür. Bunu da dünən yoxsa özüm vurdum. Gəldi düşürdüm ya. Bana da patkoja vururdum bir ara. Patkojanın yeri uzun yumru olub patkojalar. Düşəmirəm. Ay Allah. Öz-özünə eləyən bala, külür. Allah yalvarım Nələr mən gətirdim. nələr görürsən ana. Qoca vaxtında. Belə də canım çıxıb öləcəyəm. Dərdlə öləcəyəm, bu var mı? Sən yandıran verdin ha. Gül kimi bədəni, gül kimi ağmaya gəlmiş. Baxan bir də ay Allah bu günlərədir. Gəldin özünə. Getdin? Basatkalı çək. Yandıran verirsən biz mənə. Bərdi də səndən. Anamın gözünü qoyuram yaşlı. Adam nə qədər ananın gözünü yaşlı qoyuram. Gənclərə bildirmək istəyirik ki, bu narkomaniyanın qurbanı olan Gülü nələr yaşayır, narkotikdən insanlar hansı fəsadları görür. Bu da məhv olan bir insan. İnsanlıqdan çıxıb ya artıq. Heç gül kimi anarıyam. Dacama baxın, mən həsrət çəkirdi. Amma bugünkü gündə mən hələ bir əziyyət çəkirəm. Deyirəm, mən niyə rəhbərimin sözünə qulaq asmadım? Ay Gülü. Mən niyə Nail müəllimin sözünə qulaq asmadım? Gülü, maman deyir ki, polislər ablava keçirir, düşüblər üstünə. Hə, tutdu. Hə, dəhşət tutdu. Yəni, istər-istəməz. Sən necə tutdun? Mən kimə lazımam? Mən İraq olsun, mal satmıram, bir şey eləmirəm. 25 dənə, 3 dənə dəmir tuturam. Bugünkü gündə Quran and olsun, mən gelib zibilliyə girsən, yıqıcıyla qapıya doldur. Buranda maşıncılar dünləri bu qədər aynı apardı. Aparam 18 manat, 20 manat, eləyir 16 manat, 15 manat. Yazırlar, canlıda çoxu yazır ki, Gülün zibillikdə görmüş. Bunu buranda elə bilirəm ki, anadan yeni olmuşam, yeni çıxmışam dünyaya. İndi nə oldu? Normal oldu. Normal olmadı ki. Yox. Amma sən bunu vəziyyətdən çıxandan sonra, orqanizm təmizləyəndən sonra bundan da gözəl olursan axı. Niyə unudursan o? Ürəyi istəyirdi yatırdı, ürəyi istəyirdi dururdu. Yeməyi vaxtında yeyirdi, gedirdi gəzməyə. At sürmək kimi belə getdik səndən. Bu maddəni bilsən də necə gətirirlər İrandan? Varaskoy kaşloklar. Demişəm ki, Kloka büküb salırlar. Öz maşına gəlmişsən, ha? Yanıya taxmışıq. Ver bura. Gözüm biraz zəifçədir. Görə bilməm, tam gözüm. Sonra götürəyə beşlədi. Hə.
Sağ yaxşı ol. Mən özümə baxım. 6 ay saxlayacam bunu. Ay Vüqa. Vüqa, mən getdim özümdən qayıt etdim. Özümdən qayıt etdim. Hələ də saxlayacağım. Bu sən necə sağalmalıdır? Bu yapışmalıdır reabilitasiyada. O cür ağrıdan çıxdın, zülüm çəkdin. 40 gün ancaq bu yuxuların bərpa oldu səni. O necə unutdun? O pis günləri nə tez unutdun? Dokuz ay bundan əvvəl bu mənə qarşılamışdı yadınızda. Ən əsas o ki, sən qarşıdan var. Gözəlləşir. Zəli. Sağ olsun. Qəşəng bir şeydir. Damarı yoxdur. Yoxdur, damarı yoxdur. Ay şişir, hara buradan partlayır, hara buradan partlayır. O günləri elədim, getdim, tutdum sümücə. Verdi yerim. Səhərdən axşama kimi 70 manat, 80 manat mal oldu. İndiki mallardan mal deyil. Alırsan, gətirirsən, vurursan, 1 saat verirsən taskı, 1 saat da uzaq bırakırsan. Deyib, ayaqlar gördükdən ay. 15-20 dəqiqə perixod verdin, 15-20 dəqiqə sonra oldum həmən adam. Allah şükür edirəm ki, mən qaldım, tanıdım. Ay Allah! Gülücə gedək qızlarla tanış eləyək səni. Oy, olur. Gülünü gətirdik Sağlam Addım Reabilitasiya Mərkəzinə. Qızlarımız da burada müalicə alır. Bu bir qızımız. Gəl bura bacı. Dur bacımın yanında. Bunlar iki bacı idilər. Görürsünüz necə düzəliblər. Və bir də Aytən xanım. Aytən gəl bura. Dur yanında. Bu da Aytən xanımdır. Hansı ki qardaşınla, balaca 10 aylıq uşağınla yerləşdirmişdi reabilitasiyaya. İndi isə maşallah sağlam yerdədirlər, sağlam addım atırlar. Adından da məlumdur, Sağlam Addım Reabilitasiya Mərkəzində. Allah sizi qorusun. Maşallah biz sizə baxıb fəxr eləyirik. Düzəlmisiniz, yaxşısınız, hər şey qaydasında. Əlbəttə hər şey qaydasında. Hə? Əlbəttə ki. Sən neçə aydır ki sizdə? Bizdə 4. 4-cü ayda buradasınız. Sən? Mən də 2-ci ayım gedir. 2-ci ayın. Dur ortalarında. Dur ortalarında. Və buna görə Anar müəllimə təşəkkür eləyirik. Allah sənin canın sağ eləsin Anar. Həmişə bir yerdə olar. Belə deyim də bu xeyir işlərdə bir olaq. Zərif məxluqlardır. Bunlar narkomaniyadan əziyyət çəkməyə ağır məsələdir. Ona görə dəstək olun. Allah kömək olsun. Allah çayı iç qaqam. Qadınlardan narkomanlar varsa, bu bəladan əziyyət çəkənlər varsa, fərq yoxdur, kişilər də varsa, müraciət eləyə bilərsiniz. Bu qızlarla, gözəl qızlarla bir yerdə sağala bilərsiniz. Kişilər ayrı filialdadır. Bəli, ayrı korpusdur. Yəni bizlər üçün oğlanlar üçün də korpus var, xanımlar üçün də. Yəni burada sırf xanımlardır, idarə heyəti də xanımlardır. Bundan sonra anan nə qədər də imdad istəsə gəlməyəcək. Çünki 3 dəfə burada. Olmaz yəni bir daha belə bir şey də. Yəni. Eləmə, yaxşı. Olmayacaq yəni belə bir şey. Bilirsiniz, adamın nə qədər resursu gedir ki, bir insanı 6 ay heç olmasa ayıq dartasan. Əgər o əziyyət gedib yerə vurursa, mən də oturub fikirləşirəm ki, mən buna sərf elədim resursu, sərf eləyirəm buna, sərf eləyirəm buna. O çöldə o qədər kömək istəyənlər var ki, gecə-gündüz mənə yığırlar ki, Nailin nömrəsini ver, gəlsin, çəkiş eləsin. Sadəcə olaraq bizim deyilənləri elə də qardaş, nə istəyirsən? Deyirik ölmə də. Bir şey ki, mən sənə əlini uzadıram, deyirəm bala, ölmə, tutulma. Sən həmin əli qaytarırsansa da, nə bilim. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin
qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadəm olub. Hani Azad Həyatda gördüm ki, gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmiz 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz.